Hamınızı salamlayıram, əziz veteranlar, şagirdlər, valideynlər. Mahiyyət tədbiri belədir, yəni son dövrlər, cəbhədə baş verən hadisələr, ordumuzun rəşadəti, bununla əlaqədar Respublikamızın hər yerində ordumuza dəstək aksiyası keçirilir. Eyni zamanda şəhidlərimizin ruhu yad edilir. Ona görə biz də qərara gəldik ki, məktəbimizin şagirdlərin adına bugün cəbhədə, ön cəbhədə vərdişlə vuruşan əsgərlərimizə dəstək adlı bir tədbir keçirək, eyni zamanda şəhidlərimizin ruhunu yad edilir. Yəni bu iki mövzu ətrafındadır. Eyni zamanda biz qərar aldıq ki, Qarabağın tarixi, ordumuz haqqında da uşaqlara bilgi verək. Düzdür, dərslərdə verilir, tarix dərsində müəllimlər deyirlər, amma biraz əyani şəkildə belə qərara gəldik və ədəbi bədii formada istəyirik bunu. Yəni burada şeirlərdir, mahnılardır, musiqilərdir. Bu formada eyni zamanda əsgərlərimizə müraciət burada hazırlamışıq. Yəni tədbirdən sonra həmin müraciət cəbhəyə göndəriləcək. Həm 1-ci Qarabağ savaşında, həm son dövrlər, aprel ayının əvvəllərində itkilərimiz olub, şəhidlərimiz olub. Allah rəhmət eləsin. Şəhidsiz torpaq azad olmaz. Vətən varsa, torpaq varsa, döyüş varsa, şəhid də var. Bu xalq, bu millət qəhrəman millətdir. Dünyada yeganə xalq, türk xalqıdır. Azərbaycan türkləridir ki, övladını dəfn edir, eyni zamanda deyir ki, fəxr edirəm, övladının vətən uğrunda gedir. Belə millət basılmaz. Ona görə də şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edir. Allah rəhmət eləsin və tədbirimizə başlayırıq. Və bizim aparatımız, Nizat məktəbimizin ən əlası şahidlərindən biri Nizat aparatı. Nizat, başla, buyur. Bir vaxtlar ey şəhid ana deyirdi, canımdır qıymaram canına deyirdi, gedəcəm bugünkü anına deyirdi, üstünü örtüldü vətən bayrağı. Şəhidlik şərəfdir şəhid gələndə, analar ağlayır bugün vətəndə, o soyuq cismini dəfn edəndə, üstünü örtüldü vətən bayrağı. Yazıldı ömrünə silinməz yazı, çəkilən neydi ki hələ bazı, bitibdi ömrünün baharı, yazı, geçişin titrətlər də torpağı. Titrək əllərimlə alıb şəklini, ah çəkib ağlama, şəhid anası, dizlərin üstünə əyib belini, sellər tək sablama, şəhid anası, baxır sənlərdiyi cığıra, izə, quzu otardığı çəmənə, düzə, yaralı könlünü heyüzə özlə, dünyanı dağlama, şəhid anası, ruhu yıldırımda, şimşəklərdədir, Qarabağda məsələn kürəklərdədir, həsrətli, ümidli ürəklərdədir, çox matəm saxlama, şəhid anası. Şəhidlər ana yurdu, tutdular candan baha, şəhidlər yollar açdı, qaranlıqdan sabaha, şəhidlər ölməz ruhlar, gedir Allaha, şəhidlər gedən yolu, tufanlar bağlamazlar, şəhidlər ölməzdir, ölmədə ağlamazlar. Çıxış üçün söz verilib 9 B-sinin şagirdləri Məhbuba və Arifə. Azərbaycan xalqı üçün toxunulmaz, müqəddəs bir kəlmə var. Vətən. Vətən kəlməsi eşidiləndə hər Azərbaycanlı vətəndaşının ürəyində bir qürur, fəxr hissi oyanır. Bu hiss isə dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqındadır ki, bu xalq özünün tarixi, maddi mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızları ilə haqlı olaraq öyünmüşdür. Tarixi dövrlərdən bəri Azərbaycan xalqının sülhsevərliyindən, mehribanlığından istifadə edən mənfur düşmənlər Azərbaycan torpaqlarında məskunlaşmış və bu əksəri torpaqları mənimsəmişlər. Son 2 əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən
qanlı hadisələrlə dolu çox ağırlı mərhələlərini təşkil edir. Böyük Ermənistan ideyası ilə yaşayan mənfur düşmənlər dəfələrlə xarici himayədarların köməyi ilə Türklərə qarşı dəhşətli terror və soyqırım həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, təcavüzkarlıq siyasətinə məruz qalaraq öz torpaqlarından didərgin salınmış, məcburi köçkünlərə çevrilmişlər. Bu mənfur düşmənlərə qarşı vətən igidləri daim qəhrəmanlıq göstərmiş və şəhidlik zirvəsinə adlarını qızıl hərflərlə yazmışlar. Mənfur düşmənlər isə Ermənistanda yaşayan Azərbaycanlıları məcburi eşitlərindən dərgin salmaları bəs deyilmiş kimi, Qarabağdan da Azərbaycan xalqına işgəncə verərək öz torpaqlarının didərgin salmış, özləri isə bu torpaqlarda məşğullaşmışlar. Tarixən olub, bugün də öz qüvvəsini saxlayan ikiyüzlü, qəddar, mənfur düşmənlərin vətən torpaqlarında Qarabağ savaşı sürdürmələri isə unudulmazdır. Çünki bu savaşda Azərbaycan əskərinin qəhrəmancasına vuruşub həlak olması heç birimizin yaddaşından silinə bilməz. Çünki bu bizim qan yaddaşımızdır. Hal-hazırda vətənimiz Azərbaycan öz ağır günlərini yaşayır. Ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağın iskili ən ağırlı yerimizdir. Qarabağ kimi dilbər gürsə düşmən tapdağı altında olduğu bir halda biz özümüzü xoşbəxt hiss edə bilmərik. Aprel döyüşlərində də Azərbaycan əskəri öz hünərini, vətən hünərini düşmənə göstərmiş, onu geri çəkilməyə və bəzi Azərbaycan torpaqlarında daima dalğalanan üçrəngli Azərbaycan bayrağını sancmağa nail olmuşdu. Eyni zamanda Azərbaycan əskəri Azərbaycan torpaqlarının bölünməzliyini bir daha hər kəsə sübut etmişdi. Şəhidlər, dünənimizin qəhrəmanlıq simvolu, bugünümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək nümunələridir. Şəhidlər, adlarını ən uca zirvə hesab edilən şəhidlik zirvəsinə qızıl hərflərlə yazılan ittiklərimizdir. Şəhidlər, milyonların dualarını alan, canlarını vətən yolunda fəda edən hünərlərimizdir. Şəhidlər, ölümləri ilə ölümsüzlüyə qovuşan, lakin qəlbimizdə sonsuz sevgi, inan qazanan vətən oğullarıdır. Şəhidlər, müqəddəs and yerimiz olan şəhidlər xiyabanının zinəti, lakin yaşar sakinləridir. Onlar bizim fəxrlərimizdir. Öz fikirlərini bildirmək üçün məktəbimizin direktoru Yəhya müəllimə söz verir. Mənim öz fikrimdən birinci bütün qonaqları, qədim iştirakçıları hamısını salamlayıram. Hamınız xoş gəlmişsiniz. Bu günləri bizim məktəbin şagirdləri bir neçə sinif İbrahim müəllimin təşəbbüsünlə hal-hazırda Respublikamızda gedən bunun vəziyyət bizim qəhrəman oğlanlarımızın, vətənpərvər oğlanlarımızın mücahidindən az müddətdə mənfur ermənilərə böyük bir dərs verdilər. Və eyni zamanda bizim bugün tədbirimizdə, məktəbimizdə Respublikanın döyüşlərdə iştirak etmiş, yaralanmış, canından pay vermiş, əsl vətənpərvər olanlarımız iştirak edir bugün bizim tədbirdə. Mən onları təqdim eləmək istəyirəm. Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədri Həsənov Tehman bugün tədbirimizdə. Üstün olsun məhəddin, Binəqədi rayon Əfqanistana və Füzuli Həsənov, Milli Qəhrəmanlar Talqın Şurayı Binəqədi rayon üzrə. Vəfalı Sofiyev, yəqin Vəfalı Sofiyev qohumu. Babayev Əli, Əfqanistan Bağlı. İmran Qasımov, Əfqanistan və müharibəsi veteranları. Belə
Qarabağ veteranı məktəbimizin direktoru Yəhya Abbasov. Bir şey demək istəyirəm ki, bizim bu yaxında növbə ilə gəlib görürsünüz, hamısının sinəsi nə tərifabir. Bu vəfalı müəllimlə mənə bu yaxında dövlət tərəfindən fədai medalı verildi. Baxın, vəfalı müəllim tapıb biz çalışmalıyıq. Azərbaycanın bir çox övladlarına hissə-hissə bu medallar verilir, tədbirlər keçirilir. Və hal-hazırki vəziyyətdə mən bizə şey deyim, bəzən bizim uşaqlarda da belə ruh olur. Görürsən, çox bayram əhval-ruhiyyəsindən bu axırvatlı olan döyüşləri əslində bizim öz torpaqlarımız alır. Biz kimdənsə torpaq almır. Biz görməyə sevmirik. Öz torpağımızı işğal edəndən bir nəticə almışız, buna sevmirik. Yəni, bunu da sevmirik. Bunu da sevmiş kimi qarşılayaq. Amma bizim torpağı ala verilməli olmalı. Biz bütün Azərbaycan xalqı, bütün xristiyanlara bunu ermənilərin dalını və biz görünlər də bunlar çəkilir. Onu görənlər daha yaxşıdır. Bir neçə yıl onunla qabaq burada biz müharibə veteranlarla görüş keçirdik. Yoldaşlarla da iştirak edirlər. Orada o döyüşlərdən nələr başımıza gəlir, nələr edilməmişik. Amma bu günlərin evdə rahat oturanlar bəzən sənə bir ironiyalarına baxır, bir kinayalarına baxır. Deyir ki, cama canın olan gəlir. Allah şükür elə bu vaxtı bizim imkanımız da var idi, vəzifəmiz də var idi. Amma biz o müddəti özümüzün kənarda qoyabilirik. Və bu günlərin nə qədər bizim şəhidlərimiz olur. Onlar qeyrətli olanlardır. Onlar vətəndən qeyrətli olanlardır. Vaxt var bu rayonda Ağdamlı olan məktəb direktoru Allahverdi müəllim, Allahverdi Bağırov, Eldar Bağırov, Allahverdi Bağırovun yubileyini keçirə bilmədi. Mən girdim, bax bu zata keçirdim. Allah rəhmət eləsin. Onlarla mən çiyin-çiyinə vuruşmuşam. Mən orada bizim böyük bir komitə yaratmışdır. Komitənin sədri var idi. Aydın Quliyev Allah rəhmət eləsin. Mən idi. Siyamışlar Məmmədov idi. Bir yerdə işləyirdik. Biz döyüşürdük. Yəni dediyim oldu ki, biz burada böyük tədbirlər keçirmişik. Və işləyinə görə bu yaxınlar sabahdır Allahverdi Bağırovun 770 illik yubileyi keçiriləcək. Allah rəhmət eləsin. Ümumiyyətlə bütün şəhidlərimiz Allah rəhmət eləsin. Vətən qeyrətli, vətən olanlarla. Və bu günləri bizim şagirdlər öz qabiliyyətlərlə, İmran müəllimin köməkliyi ilə, burada rəhbər üzvlərinin köməyi ilə tədbir hazırlayıb. Yəqin ki, sizin üçünlər daha marifli olacaq və tədbirdə əziyyət çəkənlərin hamısına minnətdarlıq edirlər. Buyurun.
Babuyev, Zəlimxan Yaqub, Məmməd Avaz və məktəbimizin Azərbaycan dil və ədəbiyyat müəllimi İmam müəllimi şeirləri əsasında tərtib edilib. Kimi gözləyirik, kim gələsidir, gedək Qarabağa, gedək milləti, de göz yaşlarını kim sinəsidir, gedək Qarabağa, gedək milləti. Nə qədər xəyallar dağma qalarmış, nə qədər saralıq salma qalarmış, nə qədər səbirli alma qalarmış, gedək Qarabağa, gedək milləti. Qəflət yuxusundan çox gec oyandı, vətənlər vətənə gəlib boylandı, yetməz bir qürbət torpağında gəzib dolandı, gedək Qarabağa, gedək milləti. Gedək biz Şuşada deyib gülməyə, gedək düşmənin qəlbin dəlməyə, ya azad olmağa, ya da ölməyə, gedək Qarabağa, gedək milləti. Xüsusi söz verilib 9B sinif şagirdləri Səidə və Mələyə. Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki Qarabağ sözlərindən əmələ gəlmişdir. Qarabağ söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malik olmasından xəbər verir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verildiyi Qarabağ sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl işlənmişdir. Qarabağ əvvələ bir tarixi, coğrafi anlayış kimi konkret təhlükəni bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən bu hal Azərbaycan üçün fərq deyildir. Qarabağın Azərbaycanın konkret bir vilayətinin bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasını daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilinin qalanın rəngdən başqa sıx, qalın, böyük, düyün və başqa mənaları da vardır. Bu baxımdan Qarabağ termini Qarabağ, yəni böyük bağ, sıx bağ, qalın bağ, səfalı bağ və s. mənalarını kəsb edir. Beləliklə Qarabağın özü kimi Qarabağ sözü də Azərbaycan xalqına məxsusdur. Ermənilər Qarabağı Arsaq adlandırırlar. Onlar bizim mədəniyyətimizi, musiqimizi, yeməklərimizi oğurladılar kimi Arsaq adını da oğurlamışlar. Arsaq qədim türk sözüdür. Ar, igid, saq isə tayfa mənası verir. Yəni Arsaq igid tayfa deməkdir. Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır. Qarabağ haradadır? Azərbaycanın hansı ərazilərində hərbidir? Bu sualın cavabı bugün daha aktualdır və erməni istihbaratçılar tərəfindən törədilmiş Dağlıq Qarabağ faciəsinin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün Qarabağ tarixi əsərində bu məsələdən bəhs edərkən yazırdı. Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir. Cənub tərəfdən Xudaypəri körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi Qazax, Şəmsəhli və Dəmirçi Həsənli cəmaatı arasındadır. Və Rusiya dövləti məmurları Krasnost, yəni Qızıl Körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavaz kəndi də Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yezdametmolla sərhədi Kür çayına qədər Coran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvatı və Erti adlanan uca Qarabağlar vardır. Çox təəssüflər olsun ki, qoruya bilmədik Azərbaycanımızın bu dillər güşəsinin gözəl məkanını. İstəməsək də verdik yağı ayağının tapdağına. Özümüz göynəyə qaldıq, yuxumuz ərşi çəkildi. Azərbaycan dünyanın cənnət diyarı, şah əsəridir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdilərlər. İndi bu tacın yeri başımız yox, ürəyimiz, qəlbimizdir. Vətənimizin dilbər güşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Oda ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini görməlidir. Vaxtilə musiqi festivalları keçirdən, çalçağırdan qulaq tutan, indi isə gülü çiçəyi ağlayan cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzüc qaşı, konservatoriyanın beşiği sayılan Şuşa indi haraydadır. Bugün biz Qarabağ bizimdir deyib özümüzə təsəlli versək də, əslində bilirik ki, Qarabağ
duyğularından daha çox vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma... O musiqi elə bir musiqi olsun ki, bizə tarixi yurdumuz olan Qarabağ xatırlatsın.
edirəm. Mən sizə bildirmək istəyirəm ki, həyat, Allahın verdiyi həyat, həriyə bir həyat verir, nə qədər yaşamaq verirdi. Amma elə yaşamaq var ki, elə ölüm var ki, o öləndən sonra da yaşayır. Bunlar bizim şəhidlərimizdir. Bir gün yaranan bir gün ölməlidir. Bu həyatdır da. Amma gör nə qədər insanlar həyatını dəyişirlər. Onların tək-təklərin adları gəlir. Və bu cümlədə bizim şəhidlərimiz əbədi, yəni vətən yolunda, torpaq yolunda, ana vətəni qoruması yolunda o öz canından keçir, özünü qurban verir və özünün ölməzliyi eşq edir, təmin edir. Bundan böyük, bundan şərəfətli ad olmaz. Mən Qarabağ müharibəsi veteranıyam. Daxili İşlər Nazirliyi Polkovnik. Qabaqlar bu ilk Qarabağ müharibəsində 91-92 illərdə onda bizim ordumuz yoxdur, təşəkkür ordumuz yoxdur. Hələ öz bildiyi kimi hərəkət edir. Bizim o vaxtı polislər, əsas o çətinlik polislərin üstünə düşürdü, üzərində. Həmən o polislərdən mən rəhbərliyim elədiyim Qabaçan Batalyon komandır olmuşum, sonra alay komandırıyım. 40 nəfər şəhid olubdu. Onlardan 4 nəfərinə milli qəhrəman adı verilir. O qəhrəmanlar bir gündə bizim ürəyimizdə yaşayır. Bu son günlər, aprelin 1-də, 2-sində cəmsi 2 gün hərbi əməliyyat başladı Azərbaycan ordusu və düşmənlərimizə göstərdi gücü. Cəmsi 2 güyə görə qədər biz irəlilədik, bizim əskərlərimiz, bizim zabitlərimiz. Erməni Şuşadan da qaçmağa başladı. Boşaqlara qaçdılar. O vətən torpağını azad edəndə bizim şəhidlərimiz oldu. Allah o şəhidlərə qəni-qəni rəhmət eləsin. Və onlar öz adlarını həkk elədilər tarixə. Bir tarixi şəxsiyyətlər oldu. Mən istərdim ki, həmişə xalqımız var olsun. Ordumuz güclü olsun, yenilməz olsun. Düşmənlərimizi bir dəfəlik qurub çıxardaq öz torpağımızdan. Bu müharibə son qoysun. Nə qədər ki, xalqımız belə qələbə əzmindədir. Siz gördünüzmü? Sosial şəbəkələrdə, televizordakı verilişlərdə bütün ölkəmizdə, bütün rayonlarda, kəndlərdə belə hamı ayağa qalxdı, hamı nümayişə çıxdı, hamı əskərlərimizi dəstəkləməyə çıxdı. Həmin o vaxtı ermənilər orada üsyan qaldıqlar ki, bizim balalarımız niyə gedir? O partika torpaqda ölür, hamısı qaçdı getdi. O öz hakimiyyətlərə qarşı çıxdılar hamısı. Bu ne deməkdir? O deməkdir ki, qələbə günü çox da uzaqda deyil. Ona görə də eşq olsun xalqımıza, millətimizə, eşq olsun ordumuza, eşq olsun ölkə başçımıza, prezidentimizə. Sağ olun. Mən bugün şəxsən birinci dəfədir ki, sizin qarşınızda çıxış edirəm. Ona görə ki, həm sevinirəm, həm təqdir edirəm ki, sizin kimi vətənpərvər gənclərimiz var. Sovetlər Birliyində SSR devrində 1979-cu ildən 89-cu ilə qədər 10 il Sovet hakimiyyəti Əfqanistana dinc əhaliyə yardıma getdi. Müqavilə əsasında. Azərbaycan Respublikasından da 10.000 əskər və zabitlərimiz orada müharibə şəraitində xidmət apardılar. 89-cu ildə biz Əfqanistanı tərk etdik. Hazır döyüşlü kimi elə bir Qarabağa hazırlanmışdır. Bizim 10.000 döyüşçülərimiz əskəriyyəti Qarabağda öz
döyüş bacarıqlarını fəal yerinə getirdilər. Təəssüflər olsun ki, vahid komandanlıq olmadığına görə 5 il ən azından hər birimiz çalışdıq Cəbhə bölgəsində, Qarabağda, torpaqlarımız uğrunda. Vahid komandanlıq olmadığına görə səriştəsiz rəhbərlərin qüvvəsindən torpaqlarımız 1-ci Qarabağ savaşında işğal olundu. Amma son hadisələr göstərir ki, vahid komandanlıq da var. Gənclərimiz də vətənpərvərdir və biz döyüşməyə tam qadirik. Birlikdə hamımız cəbhədə ön səngərdə duran əsgərlərimizə dəstəyirik. Prezidentimizin son Müdafiə Naziri Zakir Həsənovun General Polkovnik əmr imzalanması, Müdafiə Naziri təyin etməsi, Zakir Həsənovun göndərdiyi dəvətnamə əsasında Cənab Prezidentin göstərişi ilə bir Cəbhə bölgəsindəyik. Biz əhvam döyüşçüləri əsgərlərimizə təlim keçirik. Əsgərlərimizin yanında oluruq ön səngərdə və biz son hadisələrdən hətta qabaq, son 2 il yarıma yaxın ki, əsgərlərlə bir yerdəyik və biz o əsgərlərdə bu yüksəkliyi görürük. Hətta Gəlibəydə Ağgöl deyilən yer var, 3000 metr yüksəklikdə. Döyüş vaxtı biz 1-ci Qarabağ savaşında mən yenə də orada olmuşdum. Piyada qoşunlarla ora getməyə çox çətinlik çəkirdik. Hal-hazırda 6 dənə yol açılır, döyüş maşınları, döyüş texnikasını orada qaldırmağa. Mən sevindim, fəxr elədim. Mən bu günləri, bu yüksəkliyi kəndlərimizdə görürəm, sevinirəm, fəxr edirəm ki, bizim böyük ordumuz var. Ali Baş Komandanın yanında siz biləcəksiniz ki, Ali Baş Komandanın əmrini gözləyirik. Son hadisələrdə də biz gərək təmiz qabağa gedəydik, böyük səhvlər elədik ki, bir dənə çalışkən yüksəkliyi alıb dayanırıq, gərək biz irəlidik. Yenə də biz hazırız, Ali Baş Komandanın əmrinə, biz həmişə torpaqlarımızı azad etməyə hazırıq. Hətta biz torpaqlarımızı Qarabağ bölgəsindən azad edəndən sonra biz tarixi torpaqlarımıza müraciət edirik. Tarixi torpaqlarımız uğrunda vuruşacağıq. Zəngəzur, Göyçən Mahalı, bizim əbədi torpaqlarımız, biz onlar uğrunda vuruşmalıyıq. Gənclər, sizə mən tövsiyə edirəm, arzu edirəm ki, siz bunları da düşünəsiniz. Çox sağ olun, minnətdarım. Bəli, bilmirəm, indi veteranlardan sözləmək istəyənlər var. Yəni, bugün həqiqətən bizim az bir müddətdə qəhrəman oğullarımız düşmənə elə bir göstərdilər ki, onlar tarixən Azərbaycanlılar, Türkçü olan Azəri Türkləri gönməz olur, qoşal olur, gözünün pərdəsi olmur. Və sadəcə olaraq bizi əzən bir erməni böyük. Bax, mən bunun uşaqlara çatdırmaq istəyirəm. Bizi əzən çox böyük dövlətlər. Onlarla vaxt ilə həm bizim qabiliyyətimizlə, savadımızla, həm də o möhkəm döyüşçülərimizlə cavablarını alacaqlar. Buna mən əminəm. Və siz də çoxları qaşqadır fikirləşirsiniz, yaxın vaxtlarda görəcəksiniz ki, həqiq torpaqlar hamısı geri qayıtmalıdır. Bir günlərim görürsən, el arasında belə bir məhfuzda işlədirlər, yer azı. Halbuki, Azərbaycanın qərbi torpaqları, halbuki Göyçən Mahalı, Zəngəzur, Seyvan Gölü, Yardım çox. Bunlar bizim torpaqlardır, amma biz özümüz ayırdıq ki, bu torpaq sizindir. Yox, bu torpaqlar erməninin torpağı olur. Erməni harada onu başqa dövlətlər qarşılamayıb, onun xəyanətini qəbul edən bir qoğuqla gətirilir Seyvan Gölü qırağına. Orada da onlar böyük Ermənistan qülyasını yaşayırlar. Böyük dövlət yaratmaq istəyirlər. Ona görə bütün o torpaqları başqa dövlətlərin köməyi ilə, onlara dəstək verək dövlətlərin köməyi ilə bizdən ala-ala gəlib düz sıfırlar qapımızın altına. Bundan sonra bunlar ən layiqli cəzasını alacaqdır, alıbdır və inan sonra alacaqdır. Bir daha mən yenə burada iştirak edən döyüşçülərimizə can sağlıqlar duyuram. Bizim döyüşçülər, şəhidlər və mənim nədər o gözəl dedi, ömür boyu yaşayacaqlar. Bu xalq heç vaxt tarixini itirməyəcək.
neçə əsr bundan qabaq döyüşçülərimizdən danışırıq, xalqın qəhrəman oğullarından danışırıq. Heç vaxt bitməyib. Və şəhidlik, siz inanın ki, neçə milyon bir şəhidin ömrü, neçə milyon insanın ömrü deməkdir. Neçə boy Azərbaycan xalqı varsa, şəhidləri də var. Qoy bütün şəhidlər Allah rəhmət edəsin. Təqdirimizin yenə yaxşı hissəsi başlayır. Buyurun. Evliv 9B sinif şagirdi Əsmərov. Güneş gibi daim yanar, Allah'ın muhabbeti.
payı. Yurtsuzlara yurt olan biyaban istəmirəm. Yerlənsin sülh bayrağı. Bu bayrağa kəm baxar. Həm baxmayan, həm baxan. Bəzguman istəmirəm. Sevindirsin milləti, qoy sülhün şad xəbəri. Ümid sənədir ancaq, Azərbaycan əskəri. Alman Zülxarında dəfədəki əsgərlərə göndərilir. Əziz səngərdə vuruşan əskər, mən sənə çox minnətlər olduğumu bildirmək istəyərdim. İlk başda bunu demək istəyərdim ki, sən vətən qoruyursan. Bəlkə də sənin çəkdiyin əziyyəti heç kim təcə bilməz. İnşallah sən vətəni qoruyub, Qarabağı geri qaytararsan. Sənin sayəndə indi biz nəfəs almağımıza görə sənə borcluyuq. Çox sağ ol əskər, çox sağ ol ki, vuruşursan. Mən də sənin kimi böyüyəndə bəlkə dəstər olmaq istəyərdim. Sanma ki, təksən. Arxanda ordunun, sonra vətənin xalqını dayanıbdır. Düşmanlara qan qusacaq, iki dəstən möhkəm dayan. Narazı olma, biz sənin arxandayıq, hər zamanda olacaq. Mən erməni adını böyük hərflərlə yazmağı belə istəmirəm. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Darıxma, arzuların için olacaq. Sənin işin çətiyi yerə şey yoxdur. Ancaq ki, nə olsun, axır köylərin böyüdür. Salam mənim səngərdə döşən əziz əsgər qardaşım. Sən və sənin timsalda bütün Azərbaycan torpaqlarını qoruyan igid döyüşçülərimizi salamlayıram. Sən tək deyilsən, biz varıq, Azərbaycan xalqı. Mənim qardaşım yoxdur, sən də mənim qardaşım. Mən sənin dünyaya gətirən ananın qarşısında baş əyirəm. Çünki sənin kimi qoçaq, mərd, igid oğul dünyada boya başa çatdırır. Biz sizlərin sayəsində bugünkü günü rahat gəzib dolanırıq. Məktəbə gedib rahat təhsil alırıq. Mən səninlə və sənin timsalında bütün Azərbaycan oğulları ilə fəxr edirəm və sizlərin qələbə soranını tezliklə eşitməyi arzulayıram. Mən və mənim bütün ailə üzvlərim sənin və bütün Azərbaycan əsgərlərinin qarşısına baş əyir. Allah yolunuzu açıq etsin. Allah üstünüzdə olsun. Biz də dualarımızı sizlərdən əsirgəməyəcəyik. Mənim şanlı, igid, qorxmaz, mərd, əyilməz, qürurlu Azərbaycan əskəri. Mənim böyük qardaşım. Salam əskər, necəsən? Bəlkə də bu sualı verməməliydim. Əskər olmasan da vəziyyətini təsəvvür edə bilirəm, vətən oğlu. Güclüsən, cəsarətlisən. Vətənini düşmənlərə verməməndə iddialısan. Buna görə də bəzən özün var olduğunu unudursan. Vətən üçün nəfəs alsan. Əskər, sən bizim qürurumuzsan. Tək mənim yox, bütün Azərbaycanlıların. Biz sənin üçün hər gün dua edirik. Sağ-salamat qayıtmaq üçün əlimizdən ancaq bu gəlir. Dualarımız səninlədir. Səngərdə posta olanda tək olduğunu düşünmə. Sən tək öz anan, atan, bacın gözləmir. Səni bütün xalqımız gözləyər. Əskər, olduğun yer bizim olduğumuz yerdən çox fərqlidir, çox soyuqdur. Gecələr soyuq, küləkli havada, posta bizim evdə rahat yatmağımız üçün vətənin keşiyində durursan. Heç vaxt borcundan çıxa bilmərik. İşğal altında olan torpaqlarımızı qaytarılması ilə borclarımızı qaytara bilərik. Vətən oğlum, biz sənin sayəndə evdə rahat yata bilirik. Sənin sayəndə bu torpaqda qorxusuz adımlarıq. Buna görə də özünü qoru. Özünü soyuğa vermə yatacaqsın, amma olduğun yer soyuqdur. Özünü düşməndən qoru, özünü bizim üçün qoru. Çünki sən yurd əmanətsən, çünki sən vətən əmanətsən. Səninlə fəxr edirik əskər, sağ-salamat gəl, Allaha əmanət. Əziz əskər, sən cəbhədə Azərbaycan xalqını, bizi və torpaqlarımızı qoruyursan. Mən hər gün yuxudan Qarabağın azad olunması ümidi oyanıram. Allah sizə güc, qüvvət versin. Ey mərd, döyüşkən təsvir əskər, ermənilərə bildik ki, biz necə güclüyük. Bütün Azərbaycan xalqı sizin arxanızdadır və sizinlədir. Biz xarı bildirmiş, Qarabağımız üçün darıxırıq. Mən bilirəm ki, sən qələbə səsi xəbər edirəcəksən. Hamı sizin yolunuzu gözlərir. Əskərliyə gedəndə səndə ruh yüksəldiyi, sevinç var idi. Biz də onları üzləşdirəcəkdik. Sən şəhid olsan da Azərbaycan xalqı əyməyəcək, sevinəcək. Sevinəcək ki, bizim mərd, şəhid əskərlərimiz var. Adını ən yüksək ilə şəhidlik sifəsinə çəkmişsən. Bilirəm, sizin ağzınızda sadəcə bir şey var. Qarabağı almaq var, geri dönmək yoxdur. Siz ön cəbhədə vuruşur, biz sizə arxa tərəfdə dəstək veririk. Sağ ol, sağ-salamat gəl. Allah səni və sənin kimi bütün Azərbaycan döyüşçülərini qorusun. Sağ ol əskər, sağ ol ki, bizi qışda, yayda həmişə qoruyursan. Biz sənin borcundan necə çıxacaq bilmirəm. Sağ ol əskər, özündən müğayət ol, özünü qoru. Torpaqdan pay olmaz. Biz bu sözü ermənlərə
şagirdlik sevinci. Bugün biz əsgərlərimizə dəstək adlı bir layihəyə qoşulmuşuq. Ölkəmiz müharibə şəraitində yaşayır. Vətənimizin göylərində qara buludlar toplaşmağa başlayıb. Vətənin bu günündə hamı Cənab Ali Başkomandanın əmrini gözləyir. 20%-dən də çox torpaqlarımız düşmən tapdağı altında inləyir. Vətənimizin musiqi beşi olan Qarabağ, haray təpir ki, məni azad edin, yadların əlində qoymayın. Babeşlərin, Nəbilərin, Cavanşirlərin davamçıları olan igidlərimiz bu hayqırtını cavabsız qoymaq istəmədilər. 1988-ci ildən davam edən bu münaqişədə ən dəhşətli anlardan biri də aprel ayının birindən içinə keçən gecə baş verdi. 4 strateji yüksəklikləri ələ keçirdi, amma xeyli sayda şəhid verdi. Şəhidlər cismani cəhətdən ölsələr də, mənəvi cəhətdən yaşayırlar. Onlar bizim əzizlərimizdir. Ona görə ki, onlar vətən yolunda, torpaq yolunda canlarını qurban verirlər. Biz onda sakit olarıq ki, torpaqlarımız tamamilə azad olsun, şəhidlərimizin qanı yerdə qalmasın, onda onların ruhu şad olar. Biz bütün əsgərlərə dəstək olmalıyıq. Düşünməyin ki, biz məşəbdilər müharibəyə yollamalıyıq. Əsla yox. Biz əsgərlərimizə mənəvi cəhətdən dayaq olmalıyıq ki, onlar ruhdan düşməsinlər, sən yerdə ayıq sağıq olsunlar. Və bunu da etdik, edirik, edəcəyik də. Bütün universitetlərdə, kolleclərdə, təşkilatlarda əsgərlərimizə dəstək aksiyaları keçirilir. Bu əsgərlərimizə mənəvi bir dayaqdır. Ermənilərin Azərbaycana törətdiyi təcavüzlər biz gənclərin yaddaşına həkk olunub. Biz heç vaxt onların etdiyini unutmayacağıq. Nə qədər ki nəfəsimiz var, Azərbaycan xalqı var. Biz onların çirkin əməllərini dünya miqyasında tanıtıracağıq. Biz məşəbdilər ancaq bu şar, bu devz altında yaşayırıq. Bilsin ana torpaq, eşitsin vətən. Müsəlləh əsgərik biz də bu gündə. Biz də öz dualarımızla, onlara güvənimizlə əsgərlərimizin yanındayıq. Onlar qədər əlimiz sınav tutmasa da, torpağımız, xalqımız uğrunda onlarla birlikdə ön cəbhədə vuruşmağa hazırıq. Cənab Ali Başkomanda istəyir ki, torpaqlarımızı sülh yolu ilə geri qaytarsın. Ali Başkomanda istəmir ki, analar oğulsuz, gəlinlər ərsiz, qızlar qardaşsız, körpələrimiz atasız qalsın. Amma vətən varsa, onun torpağını yağlardan qoruyan, canlarını fəda edən şəhidlərimiz də olacaq. Şəhidlik ən ali, ən yüksək bir zirvədir. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. And içirik ki, torpaqlarımızdan bir qarış olsun düşmənlərə verməyəcəyik. Şehrin 7 sinif şagirdləri. Yurdum, səni görmək üçün gəlirəm. Dağlarında babaların nərəsi, igidləri övmək üçün gəlirəm. Hər daşında ulların səsi var, telli sazın nəfəsi var, səsi var. Övladların qayıtmaq həvəsi var, torpağımı öpmək üçün gəlirəm. Ərənlərdə Koroğlunun qeyrəti, Babəkimin şücaəti, cürəti, yada qalmaz torpağımın sərvəti, günahımı silmək üçün gəlirəm. Pak olubdur torpağımız əzəli, dilimizdə ya Məhəmməd, ya Ali, Türk oğlu Türk, düşmən üstəyləri, yağları əymək üçün gəlirəm. Hər oğulda vətən üçün borc qalır, Qarabağım, Göyçən səndən güc alır, xalqın sənə üst tutub haray salır, mən bu yolda ölmək üçün gəlirəm. Öz şeirlərini təqdim etmək üçün 7 sinif şagirdləri səhnəyə dəvət olunur. Gərəkdi nəfəs kimi, can kimi, mənə ordu gərəkdi sarsılmaz cahan kimi. Ordum varsa yurdum var, ordum yoxsa yurdum yox. Gözlər ol, əllər silah, canlar sipər olmalı. Kipriyimiz sıxılmış yurda səfər olmalı. Damarda qan coşmalı, canda təpər olmalı. Ordum varsa yurdum var, ordum yoxsa yurdum yox. İnamsız bir qartalın qanadları gərilməz, döyüşsüz azadlığın meyvələri dərilməz, şəhidsiz bir vətənin vətən ruhu dirilməz. Oğullar ola, necə deyim mərdim yox, ordum varsa yurdum var, ordum yoxsa yurdum yox. Torpağa sahib olub, yer yüksəkləşməsək, bir canda, bir rəşdə, bir ruhda birləşməsək, millətin tarixini diriz fikirləşməsək, özgələrdən bizlərə dırnaq qədər yardım yox. Ordum varsa yurdum var,
Ordum yoxsa yurdum yox. Məsələdən musiqimizdir. Çıxış edir 7 sinif şagirdlik məhərrət. Düşmənlər eşitsin, bilsinlər bunu, məğlub edə bilməz Türkün oğlunu. Düşmənlər eşitsin, bilsinlər bunu, məğlub edə bilməz Türkün oğlunu. Geriyə qayıtmaz, baxsa da qana, yola sal döyüşə gedir. Geriyə qayıtmaz, baxsa da qana, yola sal döyüşə Vətən anamızdır, anamız vətən, hər iki yanama qurban olum mən. Vətən anamızdır, anamız vətən, hər iki yanama qurban olum mən. Tapılmaz bu yoldan məni döndərən, tapılmaz bu yoldan məni döndərən. Qoymaram torpağım od tutub yanır, yola sal döyüşə gedirəm ana. Qoymaram torpağım od tutub yanır, yola sal döyüşə gedirəm ana. Gedirəm, gedirəm, gedirəm ana, yola sal döyüşə gedirəm ana. Gedirəm, gedirəm, gedirəm ana, yola sal döyüşə gedirəm ana. Şücaət göstərsəm adım sanımdır, əgər şəhid olsan sənin adındır. Şücaət göstərsəm adım sanımdır, əgər şəhid olsan sənin adındır. Yağla səbrimi gətirir canım, yola sal döyüşə gedirəm ana. Yağla səbrimi gətirir canım, yola sal döyüşə gedirəm ana. Allah qüvvət versin qollarımıza, məhəbbət qısasın yollarımıza. Allah qüvvət versin qollarımıza, məhəbbət qısasın yollarımıza. Əli yetişərsə imdadımıza, əli yetişərsə imdadımıza. Qoymaram torpağım od tutub yanır, yola sal döyüşə gedirəm ana. Qoymaram torpağım od tutub yanır, yola sal döyüşə gedirəm ana. Hə, yola sal döyüşə gedirəm ana. Sağ ol müəllim, əla, əla. Şimdi söz verir 9 sinif şagirdlik Ülker xanım. Vətən mənə oğul desənə dərdim, mamur olub qayasında bitərdim. Azərbaycan qədimdən bəri öz gözəlliyi, zəngin torpaqları, təbii sərvətləri, mədəniyyəti, havası, suyu ilə həmişə diqqət mərkəzində olmuşdur. Bu da bir çox dövlətlərin gözü götürməmişdir. Nəticəsidir ki, tarixən torpaqlarımız müstəqillik siyasətinə məruz qalmışdır. Lakin Azərbaycan tarixində ən dəhşətli dövr xanlıqlar dövrü olmuşdur. Bu dövrün dəhşəti ondadır ki, xanlarımızın hər biri ayrılıqda müstəqil olub dövlət yaratmaq istəyir. Bu da vahid bir Azərbaycan dövlətinin yaranmasının qarşısını alır və bizim torpaqlarımızda gözü olan mənfi düşmənlər
Əziz tələbələr, əziz müəllimlər, bir daha sizi çox sağ ol deyirəm. Bugünkü gözəl tədbirə görə. Bəli, bizim demək olar ki, bu tədbirin mahiyyəti bizim bu son zaman müharibədə torpaqlarımızın azadlığı uğrunda döyüşən qardaşlarımız, şəhidlərimiz haqqında gözəl tədbirdir. Mən Respublika Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin adından sizə çox sağ ol deyirəm və bizim işimiz Milli Qəhrəmanları tanıtma məktəblərdə, təhsil ocaqlarında və Respublikamızın hər rayonunda onların haqqında kitablar, onların haqqında tədbirlər, onların haqqında onların qələbələri haqqında, onların atdıqları haqqında, süzayətləri haqqında biz danışırıq və tələbələrimizə bu barədə saxlayırıq. Mən bir misal çəkmək istəyirəm. Bizim cəbhədə, mən özüm də birinci qrup müharibə əliyəm, müharibədə döyüşmüşəm, ehtiyatlı olan zabitəm, baş leytenantım. Mən bir əskəri burada onun haqqında danışmaq istəyirəm. Bizim Hüseyin adında bir əskərimiz olmuşdu. Allah ona da rəhmət eləsin, o şəhid oldu. Bir dəfə postu biz dəyişirik. Posta rezerv deyirdilər o vaxtı, yəni ehtiyata çıxırdıq, istirahətə çıxırdıq. O istirahətdə Zil 131 maşınlarının arasından əskərlər hamısı enirlər. Bizdə belə mağazin üçün, qranatlar qoyulmaq üçün belə bir geyim var idi. Həmin geyimdə bunun qranatları var idi. Deməli, bu maşından düşərkən bortun kalso ilişir, qranatın kalsosu ilişir borta, düşür yerə. Bir kəm belə onu dedi, uşaqlar da hamısı əhatədədir, tökülürlər maşından yerə. Dedi, qranat çəkilin, talpa heç kim bir sıra çəkilə bilmir. Elə bir vəziyyətdir ki, heç ağlarına da gəlməz ki, belə bir iş var. O gördü ki, burada ancaq ölüm ola bilər. Ali heç mümkün deyil buradan uzaqlaşdı və qranatı uzaqladı bu vəziyyətdə. Qranat onu bir 2 metr belə qaldırdı havaya. O demək olar canı tapşırdı, öldü. O qranatı tək uzaqladı, ancaq bir dənə əskərə imkan vermədi ki, o əskərin hansısa birinin burun anasın, birinə bir ziyan dəysin, birinə bir... Yəni, belə gözəl əskərlərimiz, belə igid, belə cəsur, qeyrətli olanlarımız olub. Bu günlərim demək olar ki, onları biz canlı görürük ki, vətən yolunda öz canları ilə, qanları ilə vətənə xidmət edir. Vətən torpaq yolunda şəhid olurlar və torpağımızın erməni düşmənlərinə bir qarşısında vermək fikirləri yoxdur. Və mən inanıram ki, o əskərlərdən, o qeyrətli əskərlərimizdən sizin də aranızda var. Siz də gələcəkdə Azərbaycanın milli qəhrəmanı, sağ milli qəhrəmanı və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıq edib, torpaqlarımızı azad edəcəksiniz və biz sizə inanırıq. Çox sağ olun. Uşaqlarla sizdə yolu olmaq üçün bir şeydə qeyd eləmək istəyirəm. Bu günlərim, yəni çox yaxşı olan tez-tez reyterlərlə görüşək. Çünki bunlar şahidlər üçün çox qəribə halında ki, hələ öz döyüş xatirələridir. Bu tədbirdə uyğun gəlir, amma başqa vaxtı dəvət edib hələ döyüş xatirələrindən danışdırılır. Vaxtilə mən döyüşdüyüm haqqında şahiddən məlumat verilmiş. Sadəcə bunu müharibə qadınlarla döyüş olmaydı. Dəfədə bir çıxış eləmişik. Mənim qələbəyə o qədər böyük bir güdüm var, bilirsiniz nədəndir o. Qoy şahidliklər konuşsun. Bunu demək çox vacibdir. Əvvəllər Azərbaycan deyilən bir dövləti dünyada tanıyan yox idi. Çox az bir miqdarda qoşular tanıyırdı. Azərbaycan deyilən bir dövləti, bax, hal-hazırda bu yaxınlarda olan hadisəyə dünya dövlətləri
məsələləri çoxsu pis reaksiya verə bilmədik. Çünki biz öz torpaqlarımızdan murdarlarını olmaq istəyirik. Öz torpaqlarımızdan. Yəni, bunun üçün də Respublikanın rəhbərliyi, Ali Baş Komandanımız qələbənin onda əldə etmişik ki, bütün dünya dövlətləri artıq bilir ki, Azərbaycan hansı diyardır? Azərbaycanda kimlər yaşayır? Bax, biz qələbəni onda etmişik ki, bizi Azərbaycan deyilən bir xalqı bütün dünya tanıyır. Və böyük əksəriyyədə də bizə dəstək olur. Buyurun uşaq. Adımdır, sanımdır Azərbaycanım. Uğrunda canından keçənlər olur. Şəhadət şərbətini içənlər olur. Gözəl dünyamızdan köçənlər olur. Oğullar itirib Azərbaycanım. İgidlər yetirib Azərbaycanım. Sonsuz məhəbbəti ürəyimdədir. Qüvvəti dizimdə, biləyimdədir. Torpağın ətri çörəyimdədir. Belə bir dünyadır Azərbaycanım. Həmişə bahardır Azərbaycanım. Hüsnünü qoruyan gözüm var mənim. Dağında, daşında izim var mənim. Zəfər kitabında sözüm var mənim. Bütün varlığımdır Azərbaycanım. Bəxtiyarlığımdır Azərbaycanım. Dünyaya bəllidir yar yaraşlı, cənnətdir qucağım hər bir qarşı. Sən ağac, mən isə göy sarmaşlı, qolum budağına qurban olaraq, vətən torpağına qurban olaraq. Qarabağ dərdindir şah qeyrəti, yağıya göz dağı olub sərvəti, şəhidlər yolu ilə gedən milləti, üçrəng bayrağına qurban olaraq, vətən torpağına qurban olaraq. Nizaminin, Füzulinin, Natəvanın var, Nəsimin, Koroğlun, Zavidanın var, əsirdə ad qoyan Heydər babam var, sənin sorağına qurban olaraq, vətən torpağına qurban olaraq. Mənim əziz vətənim, ruhum, canım, vətənim, qüdrətə bax adında, hikmətə bax adında. Deyim nə sən, xəzinə, baxıb nurlu üzünə, aramına, dağına, gözəl Qarabağına, ad qoyub can deyirlər, Azərbaycan deyirlər. Səni vətən seçənlər, adına and içənlər, çinarına xan dedi, dağına sultan dedi. Lapşiqan olan da yolunda qurban dedi. Canında can olan da yarım can da can dedi. Mən də can deyirəm, Azərbaycan deyirəm. Mənim Azərbaycanım, adının da canı var. Könlümün nə qorxusu, nə də həyəcanı var. Bilməyən bilə bilməz, bu vətən ölə bilməz. Niyə, nədən, nə üçün? Çünki tükənməz gücüm var. Hamı sənə can deyir, can Azərbaycan deyir. O günəşdir, işıq saçır, saçacaqdır zaman zaman. O başımın fərəh tacı, elm obam Azərbaycan. Bu cahanda o bir aləm, o bir polad, o möhtəşəm. Təbiəti dərdə məlhəm, suyum havam Azərbaycan. Oğulları igid aslan, əməlləri şanlı dastan. Səndən ötürü keçir candan, ulu babam Azərbaycan. O tarixdir daş qalalı, bərəkətli, gen tarlalı, şirin şəkər, bal laylalı. Mənim anam Azərbaycan, mənim anam Azərbaycan. Şehir iddiasını şahidi Hasrəli Aydaz. Mənim
Keçib 7 asır uşaq. Burada həmişə vuruşan şirin mənim, ölümsüzüm, ölməzim, əbədi dirim mənim, cür ocaqlar yandıran, ocağın pirim mənim, yüz minlərin içində cəsur əskərim mənim. Allah özü də təkdir, baxma meydanda təksən, sən qalib gələcəksən. Qoşlar çəpəz ağrıdan, qamətini əysə də, halal bərəkətinə, haram əllər dəysə də, bu torpaq başdan başa, qara libas geysə də, qapını axşam səhər, qara yerlər döysə də, bu yollarını tutsa da sən qalib gələcəksən. Haqsızlığı içində boğulan haqlar da var. Səddi keçilməz olan ağır sınaqlar da var. Kürəyinə sancılan qanlı bıçaqlar da var. Əlindən, ayağından çəkən alçaqlar da var. Sən qalib gələcəksən. Çok sağ olun. İndi bizim sonuncu nömrə olacaq burada. Hamımıza böyük təşəkkür edirəm. Bizim veteranlara çox sağ olun deyirəm, var olun. Və bir də uşaqlar sizə çox sağ olun deyirəm ki, belə sakin. Bax, görürsünüz, vətənpərvərlik budur. Vətənpərvərlik haqqında bir tədbir olanda belə qulaq asılırsa, eşq olsun sizə, gələcəyin əskərlərinə, generallarına var olun. Var olsun xalqımız, millətimiz, torpağımız. Bir yılda bağlanışdırılır.
Musiqi əla, sən də çox sağ ol. Hamımıza sağ olun. İnşallah sonra görüşənədək. Sağ olun. Əslində tədbirin yekunu deyil, ancaq vaxtsalda və başqa tədbirlər də var. Mən əvvəla gələn bütün qonaqlara minnətdarlığımı bildirirəm və eyni zamanda burada bizim şagirdlər, İmran müəllimin rəhbərliyi ilə, Ləman müəllimdir, digər müəllimlərin köməyinə çox böyük əziyyət çəkmişdir. Hamımıza minnətdarlığımı bildirirəm və arzu edirəm ki, bugünkü tədbirimizin davamını ardıcıl olaraq başqa siniflərdə də keçirək. Hamımıza minnətdarlığımızla bir daha veteranlarımıza xoş gəldiniz deyirəm və indi sizinlə yenə bir barədə söhbətimiz olacaq bundan sonra. Dəvət edən bizim notlarımıza